Salam, hər vaxtınız xeyir olsun. Demək, bugün Koderadan 11.6-dan 31-dən izahımın davamını verəcəm. Demək, A bərabərdir 4, 6, 8, 5, 1, for in range 0-dan len A. Len A, yəni ki, bunun uzunluğudur 1, 2, 3, 4, 5, yəni 0-dan 5-ə qədər. Demək, I bir dəfə 0 qiymətini alacaq, sonra 0, 1, 2, 3, 4 qiymətlərini alacaq, davam edəcək bu cür. Deməli, əgər deyir I, yəni 0, ikiyə böləndə alınan qalıq 0-a bərabərdirsə, append bilirik ki, əlavə edir. Boş B siyahısına deyir, əlavə et AI. Yəni A sıfırı. A sıfır nədir? Və buradır. 0, 1, 2, 3, 4. Aha, gəlin baxaq. A sıfır neçə elədi? 4. Deməli, boş B siyahısına bir dənə 4'ü əlavə etdi. Bu A, I sıfır olan halda. İndi keçirik I bərabərdir 1 olan hala. Demək, 1-i 2-yə böləndə qalıq 0 eləyirmi? Xeyr. Bilirik ki, cüt rəqəmlərə aiddir bu. Deməli, cüt olanda bunu yerinə yetirəcək, tək olan halda əks haldıya düşəcək. Deməli, 1 tək olduğu üçün əks haldıya düşürük və A siyahısının tərsinə deyir, düz, revers tərsinə düzür. Deməli, A siyahısının tərsi olacaqdır. 1, 5, 8, 6, 4. Aha. Tərsinə düzür və tərsinə düzəndən sonra A1-i deyir, AI, yəni A1 deməkdir. AI bərabərdir A1-ə. A1-im neçə edir? Bura 0-dırsa, bura 1, bura 2, bura 3, bura 4. Deməli, A1-im neçədir? 5-dir. 5-i deyir B-yə əlavə et, append. Aha, daha sonra i'miz bərabərdir 2-yə. 2 cüt ədəd olduğu üçün bu şərt ödənəcək və A2-ni əlavə edəcək. A2 nəyə bərabərdir A2? 8-ə. Deməli, 8-i əlavə edəcəkdir B siyahısına. Daha sonra i'miz 3, yəni 3 tək ədəddir. Tək ədəd olduğu üçün nə olacaq? Şərt ödənməyəcək və revers yenidən bu siyahını tərsinə düzəcək. Tərsinə düzəndə bunu alacaq. 4, 6, 8, 5, 1. Yəni, eyni siyahını yenidən elə bir geri qaytardı. İndi deyir, əlavə et A3-ü B siyahısına. A3 neçədir? 0, 1, 2, 3. Bax, burada da 3, 5'dir. Görürsünüz? 5'i əlavə edəcək B siyahısına. Əlavə etdi. Daha sonra I bərabərdir 4, yəni cüt ədəd olduğu üçün şərt ödənəcək və elə A4'ü də, yəni burada da A4 budur, burada da yəni eynidir. A4'ümüz bərabər olacaq 1-ə və append əlavə edəcək B-yə. 4, 5, 8, 5, 1 C bəndi. Üç, 4, 5 sort çeşitlə deyir. Çeşitləyəndə 3, 4, 5 ümumiyyətcə bu cür çeşitləmə bizə yenidən, yəni heç bir dəyişiklik etməyəcək. Çünki sort kiçikdən böyüyə düzür. Len A, yəni bu 3-ə bərabərdir. Deməli, K-mız 3-ə bərabər olacaqdır. For in range mənfi 1-dən 3-ə. Bu da o deməkdir ki, i'miz bir dəfə mənfi 1 olacaq, bir dəfə i'miz 0 olacaq, yəni mənfi 1-dən 0, 1, 2-yə qədər qiymətlər alacaq. Deyir insert. Insert bilirik ki, nə edəcəkdir? Bax, buradakı indeks nömrəsidir. Bu isə yerləşdirəcəyi rəqəm olacaqdır. i'miz neçədir? Mənfi 1. Mənfi 1-dən 1 çıxanda neçə olur? 0. Deməli, bax, bu 0-a yerləşdir deyir nəyi? Len A. A'mız neçədir? 3. Len A 3'dür. 3'ü vuracaq i'yə, yəni mənfi 1-ə. 3'ü mənfi 1-ə vuranda, bax, 3 vuraq mənfi 1, o da eləyəcəkdir mənfi 3. Deməli, 0-cı indeksə mənfi 3'ü yerləşdirəcək. Gəlin 0-cı indeksə baxaq. Siyahımızı buradan təzədən yazaq. Aha, yeni siyahımız bu cür olacaq.
Bax, bura 0, 1, 2-dir. Ancaq bura isə -1, -2, -3-dür. Yəni, bu cür geridən nömrələyəndə belə nömrələyirlər. Demək, nə edəcəkdir? 0-cı indeksə, yəni bunun yerinə -3-ü yerləşdirəcək. Olacaq nə? -3, 3, 4, 5. Yəni, yeni siyahım bu olacaq. Buna bir xət çəkim ki, qarışmasın. Yeni siyahım artıq, baxın, bu oldu. Aha, indi i bərabərdir 0 halına baxırıq. I bərabərdir 0 olanda 0-ın üzərinə 1 gəlirik. Bura eləyir 1. Len a artıq uzunluğumuz 4-ə bərabərdir. 4-ü 0-a vuranda 0 eləyir. Deməli, birinci indeksə 0-ı yerləşdir. Gəlin buradan birinci indeksi tapaq. 0, 1, 2, 3. Deməli, birinci indeksim buradır. Bura gətirib nəyə yerləşdirəcək? 0-ı. Artıq yeni siyahım necə olacaqdır? A bərabərdir -3. Birin yerinə 0 gələcək. 3 yerində qalır, sürüşdürür sanki. 4, 5. Baxın, bu mənim yeni siyahımdır. Daha sonra, aha, bu qədər. Keçdik i bərabərdir 1 olan halına. I 1 olarsa 1-in üzərinə 1 gələndə 2 eləyir. O deməkdir ki, ikinci indeksə nəyə yerləşdir? Len a, artıq len a 1, 2, 3, 4, 5. Yəni, bir vahiddə artdı, 5-i vuracaq 1-ə, bura eləyəcək 5. Deməli, ikinci indeksə 5-i yerləşdir. 0, 1, 2, 3, 4. Deməli, ikinci indeksim 3-dür. Bura gətirib 1 ilə 2-nin arasına 5-i yerləşdirəcək. Yeni A siyahım olacaq -3, 0. Bura gətirib yerləşdirəcək 5-i. Daha sonra deməli 3 yerində qalır. 4, 5. Artıq uzunluğum da olacaq 6. Daha sonra i'miz 1 deyil. Artıq indi i'miz 2 olanda və bitir. i'miz 2-də bitəcək. 2-nin üzərinə 1, 3 eləyir. Və len a artıq bura bilirik ki 6-dır. 6-nı da 2-yə vuranda 12. Deməli, 3-cü indeksə 0, 1, 2, 3. Baxın, bura 3-cü indeksdir. 3-cü indeksin yerinə 12 qoyacaq. Yəni, 2 ilə 3-cü indeksin arasına 12-ni yerləşdirəcək. Yeni A siyahım -3, 0, 5. Baxın, 3-cü indeksin yerində gətirib 12-ni qoyacaq. Və bu qalan hamısı yerində qalacaq. Deməli, -3, 0, -3. -3 burada yoxdur. Bir dəqiqə baxaq. Aha, bitməyibdir. Aha, burada, baxın, mən buranı adladım axı. Deməli, bura bitdi, dövrdən artıq bitdi, dövrdən çıxırıq və bizim qarşımıza nə gəlir? Reverse. Reverse nə edir? Tərsinə düzür. Tərsinə düzəndə, bax, bu cür ardıcıllıqla düzüləcək. 12, 5, 0, -3. Aha, 5, 4, 3, 12, 0. 5, 0, -3 A bəndi. İndi nə deyir? Demək, Python-da yazılmış proqramın nəticəsini müəyyən edin. A-nı sadəcə sıfırlardan ibarət bir dənə siyahı verib bizə. For in range 1-dən 6-ya kimi. Deməli, i'miz olacaq. i'mizin qiymətləri 0, 1, dəqiqə. i'mizin qiymətləri 1, 2, 3, 4, 5. Bax, bu bizim i'mizin qiymətləridir. İndi gəlin baxaq, i bərabərdir 1 olan halda dövrümüzə daxil oluruq. A, 10 çıxaq i, yəni 1. Ondan 1 çıxanda nə olur? A, 9. A9 bərabərdir i, yəni 1 vuraq i, yəni 1 üstə gələk 1. Bu da 2 eləyir. Deməli, eləyəcək 2. Deməli, A9-un yerinə deyir 2 qoy. Baxın, gəlin nömrələyək 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bax, bunun yerində nə deyir qoy? A9-u bərabər elə deyir 2-yə. Yeni siyahı da artıq bu olacaq 2. Aha. Daha sonra reverse. Reverse tərsinə düzəcək. Olacaq nə? A siyahının artıq yeni
siyahısı bax bu cür olacaqdı. Hamısı 0, 1, 2 dənə 0 idi, 1, 2, 3, 8 0 idi də, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Aha, artıq 0'ın biri 2 ilə əvəzləndi, tərsinə düzdür. Daha sonra nə edəcəkdir? Yenidən artıq bu i'mizin 1 olan halıdır. İndi i'mizin 2 olan halına baxaq. i 2 olan zaman ondan deməli 2 çıxanda olacaq A8 bərabərdir. 2 vuraq. 2 üstə gələk. 1, 3. O da eləyəcək 6. Aha, deməli 2 vuraq 3, 6. Deməli A8 hansı olacaq? Bax, bura olacaq. Buranı bərabər elə deyir 6-ya. Baxın, buranı bərabər eləyirəm 6-ya. Və revers yenidən bunu nə edəcəkdir? Tərsinə düzəcək. Olacaq nə? 0, 6. 0, 6 və yenidən 1, 2, 3, 4, 5, 6, 7 dənə 0 yazacaq. 1, 2, 1, 2, 3, 4, 5, 6, 7 dənə 0 və 1 dənə 2. Revers bunu tərsinə düzdür. Aha. i bərabərdir 3 olan hala baxaq. 3, ondan 3 çıxanda A7. Sanki tərsinə elə bir artıra gedir. Sıfırları yox edir. Deməli, nə olacaqdır? 3 vuraq. 3-ün üstünə 1, 4. 3 dəfə 4, 12. 12. İndi A7'miz olacaq 12. Bura A9, A8, A7. Bax, bura olacaq 12. Və bura 12 olacaq. Revers bunu tərsinə düzəcək. Olacaq nə? 2, 0, 12 və artıq 1, 2, 3, 4, 5 dənə 0. 1, 2, 3, 4, 5, 0. Buralarda virgül var. 6, bir dənə də 0. İndi i bərabərdir 4 olan hala baxırıq. 10 çıxaq 4 olacaqdır A6. A6-nı bərabər elə yenə 4 vuraq. 5. Bax, elə bir vahid özündən böyüyə vurur. 4 vuraq 5, 20. İndi A6 neçə olacaqdır? Bu 9, bu 8, bu 7, bu 6. Baxın, bura 20 olacaq. Yenə tərsinə düzəndə, bunu revers tərsinə düzəcək. Olacaqdır yenə nə? 0, 6, 0, 20, 20, bir dəqiqə 9, 8, 7, 6, 1, 2, 3 dənə 0. Baxın, bu 20'nin sıfırıdır. Aha, 12, bir dənə də 0, 2. Aha, i bərabərdir 5, artıq bizim sonuncu, ona yer yoxdur, buradan yazaq. Bir dəqiqə. i bərabərdir 5 olan halda, A5, ondan 5 çıxanda 5 qalır. A5'i bərabər elə 5 vuraq 6'ya. Bu da eləyəcək 30. Deməli, 0, 1, 2, 3, 4, 5. Bax, bura olacaqdı 30. Aha, 30. Və revers onu tərsinə yenidən düzəcək. Və A siyahısının yeni qiyməti 2, 0, 12, 0, 0, 30, 20, 0, 0, 6, 0. Bax, bu. Hansı bənd eləyir? 2, 0, 12, 0, 30, 0, 20, 0, 6, 0. Bu bənddir. Yəqin burada 0'ın birini mən artıq yazmışam. Burada 0'ın biri artıq olubdur. Yəni 1, 2, 3, 4, 10 dənə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Hə, və 0. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Qoy görün, burada hansını yazmamışam. 30'dan sonra, burada 0'dır. Hə, buradakı 0'ı tərsinə yazmışam, qabağa yazmışam. Все. Deməli, D bəndi. Sual işarəsinin yerinə hansı şərt yazılarsa 5-dən 1-ə kimi natural ədədləri çap edəcək. Aha, deməli 5-dən 1-ə kimi natural ədədin çap edilməsi o deməkdir ki,
Deməli 5-dən 1-ə kimi, yəni hamısını çap etsin də, biri də çap etsin. 2 dəqiqə, aha, 2-ni də çap etsin. Deməli burada n 5-dir. Deməli aha 5-dən 1-ə kimi, yəni geri sayımla çap etsin. Onda aha, biri də götürmür axı sonda. Deməli qoy bir dənə baxaq. Bu yəni ki bu bənddir. Baxın belə olacaqdır. N böyükdür 1. Baxın, birinci n 1-dən böyükdür. Yəni artıq 1 olanda çap edə bilməyəcək. Bəli, birbaşa 5-i çap etdimi? Sonra burada azaltdı. 4 böyükdür 1. Bəli, gətirib 4-ü çap edəcək. Burada azaldacaq. 3 böyükdür 1. Bəli, 3-ü çap edəcək. Burada azaldacaq. 2 böyükdür 1. Bəli, 2-ni çap edəcək. Burada azaldacaq. 1 böyükdür 1 deyib xeyir çıxacaqdır və 5-dən 1-ə kimi bilirik ki, 1-ə kimi deyirsə sonuncunu götürməyəcək və hamısını çap etmiş olacaqdır. 34 A bəndi. Verilmiş tam ədədlərdən ibarət ixtiyari siyahı üçün proqram təyinatını müəyyən edin. Aha, təyinat istəyir. Yenə özümüzdən bir bir dediyim ibarət siyahı üçün. Deməli, hər hansısa bir siyahıdır. Tam ədədlərdən ibarət ixtiyari bir siyahıdır. Deyək ki, bu da res siyahısıdır. Çünki res burada veribdir. Uzunluğunu istəyir resin. Deməli, bunu denəm. Gəlin bir dənə res siyahısı yaradaq. İçərisinə tam ədədlər deyir olsun. Deyək ki, 5, 3, bir dənə mənfi verək, bir dənə 0 verək, bir dənə də 4 verək özümüzdən. Daha sonra deyir ki, K1'dir, S0'dır. 0 len S, len res 1, 2, 3, 4, 5. Deməli, 0-dan 5-ə. Deməli, i'miz alacaq bir dəfə 0, i'miz alacaq bir dəfə 1, ta 4-ə qədər qiymət alacaq. 0, 1, 2, 3, 4. Bax, bu cür qiymətləri alacaq. Deyir, res i. Res i nə deməkdir? Yəni, i'miz neçədir? 0. Res 0. Res 0 hara düşür? 5-ə. 5 böyükdür. 0-dan deyirəm, bəli, böyükdür. Bu zaman deyir, k-nı bərabər elə k, yəni 1 vuraq, res i-yə, yəni 5-ə. Demək, mən buradan baxanda görə bilirəmmi ki, müsbət ədədlərin hasilini istəyir məndən. Aha, müsbət ədədlərin hasilini istəyəcəkdir. Görək, müsbət olmayanı nə edəcəkdir? İndi baxın, 3 də müsbətdir. Res birimiz müsbətdir, yəni 3-dür. 3 böyükdürmü 0-dan? Bəli. Yenə baxın, vuracaq. Yəni 1 vur 5 idi əvvəl kam, indi bunu vuracaq 3-ə. Görürsünüzmü? Müsbət ədədlərin hasilini istəyir. Gəlin, indi görək, res deməli, i'miz 2 olanda res 2, baxın, bura düşür. 0, 1, 2, 3, 4. Mənfi 1. Mənfi 1 böyükdür 0-dan. Xeyr. Xeyr deyir, əks haldaya düşür. Baxın, görün, burada nə edəcək? Cəmləyəcəkdir. S bərabərdir 0 üstə gələk. i. Ancaq i nədir? 2-dir. Baxın, burada ədədin özünü birbaşa vururdu. Yəni, bax, bu siyahının içindəki ədədi vururdu. Ancaq burada, gördünüz nə etdi? Mənfi 1-i qoymadı. Yəni, res i etmədi. Nə etdi? i-nin birbaşa indeksin özünü istədi. Deməli, buradan çıxırmı ki, müsbət element, müsbət ədədlərin hasilini istəyir. Müsbət olmayan, yəni 0 belə olsa, baxın, burada res 3'ümüz 0'dır. 0 böyükdür 0'dan xeyr. Deməli, müsbət olmayan gedir o, mənfi yox. Yəni, 0 nə mənfidir, nə müsbətdir. Müsbət olmayanların isə indeksini cəmləyir. Baxın, burada eləyəcəkdir 2 üstə gələk 3. Görürsünüz, indeksləri cəmlədi. Deməli, siyahı mənfi olmayan elementləri xeyr, mənfi olmayan yox, müsbət. Çünki mənfi olmayan deyirsə 0'ı da götürməlidir. Amma 0'ı götürmədi axı. Müsbət elementlərin indeksi xeyr, müsbət elementlərin hasili mənfi elementlərin cəmi deyil. Yəni, burada müsbət olmayan olmalıdır və həmçinin elementin özü yox, indeksi. Müsbət elementlərin hasili müsbət olmayan elementlərin indeksi cəmlənir. Debəndi. Gördünüz, indeksini cəmlədi. 5'i etdik. Aha.
Demək, yenə yazım plana təyinatı müəyyən bir dənə daxil edirik deyək ki, bir dənə ədəd daxil edirik. Məsələn, 2 rəqəmli hələlik daxil edək, görək nə istəyir bizdən. K boş siyahıdır, for in deməli, bax, bu bilirik ki, input olanda sətr kimi qəbul edir. Birbaşa nə edəcəkdir? Sətrin deməli, elementlərinə müraciət edəcəkdir. İ'miz bir dəfə olacaq 6, bir dəfə olacaq 2. Insert, yenə sıfıra i'ni əlavə et. 0, 1. Sıfıra 6'dır, sıfıra yerinə deyir, i'ni 6'nı əlavə et. Olacaq nə K'mız? Bax, bu K'mız K'da heç sıfırıncı element heç nədir. Mən elə biləm n deyir, K'ymış. Deməli, sıfırıncı element heç bir şey yoxdur. Aha, bax, bura deyir, gətir, deməli, i'ni əlavə et. Yəni, 6'nı əlavə et. Deməli, K'ya nəyi əlavə etdi? 6'nı. Aha, bir dənə 6'nı əlavə etdi. Hələ buna düşmürük. Daha sonra i'miz 2 olanda yenə sıfıra, artıq sıfırıncı elementim 6'dır da. Sıfıra nəyə əlavə et deyir? 2'ni əlavə et. Gətirib 2'ni əlavə edəndə nə olacaqdır? K'mız olacaqdır 2, 6. Baxın, tərsinə düzdür. Daha sonra join onları boşluqla birləşdirəcək olacaqdır bir sətirdə yenidən və print K, deməli 26. Deməli 62 daxil oldu, 26 çıxışa verdi. Deməli daxil edilmiş ədədi tərsinə çap edir deyə bilərikmi? Bəli. 36 demək düzəldi. 36 daxil edilmiş ədədi tərsinə çap edir. Daxil edilmiş sətri. Aha, sətri. Bəli. Variantları oxumadım. Ədəd deyil, daxil edilmiş ədəd deyildi. Sətir idi. Sətir idi. Ona görə sətri tərsinə çap edəcək. Nə uzunluq görək bunu biraz balacaladaq. Asiyasın elementləri klaviaturadan klaviaturadan bir boşluq simvolu ilə ayrılmış formada daxil edilir. Asiyasın unikal, yəni təkrarlanmayan elementlərini B siyahısına B siyahısına deməli əlavə etməlidir. Təkrarlanmayan elementlərini B siyahısına əlavə etmək üçün deyir, hansı yazılmalıdır. Deməli, burada qoyulur baxaq. Demək, for in. Baxaq. Deməli, split input. Bir dənə ədəd nəsə daxil edirik. Deyək ki, demək, bir dənə ədəd daxil edək. Məsələn, 35. Split bunu nə edəcəkdir? Ayıracaqdır. Split olacaq 3 ilə 5. Daha sonra B siyahısı boşdur. Və burada mən nə yazmalıyam ki, bunun qoy bura bir dənə də təkrarlanan elementdə yazaq. Bir dənə də 3 olsun. Aha. Və bunun təkrarlanmayan unikal elementi hansıdır? Bir dənə 5'dir da. B siyahısına əlavə etmək üçün nöqtənin yerinə hansı? Append i. I, yəni deyək ki, bunun içinə müraciət etsin. For i in a ola bilər. A-nın içərisinə birbaşa daxil ola bilər. For i in a. Aha, deyək ki, bu olsa. Əgər deyəsək ki, deməli, əgər B-nin daxilində i yoxdursa, yəni bax bu 3'ü götürürəm. 3 B-nin daxilində yoxdur ki, yoxdur. Bu zaman append i 3'ü əlavə et. Aha, əlavə etdi. Daha sonra 5'i götürür. 5 bunun daxilində yoxdursa əlavə edir. 3 varsa əlavə etmir. Qoy bir dənə şərt oxu. A siyahısının unikal, təkrar olunmayan elementlərini. Amma bizə təkcə 5'i daxil etməlidir axı. Ona görə bunu götürə bilmirik. Len A count deyir. Əgər
Buna baxaq. Əgər i-ni deyir ifə, ola bilər dövr deyil. Əgər deyir count i neçədir? İ'miz bir dəqiqə. Əgər count i-ni say, axı i-yə girməsi üçün for i in a verməlidir bir dənə. i-ni tutaq ki verdi. Saydı, deyir ki say. Saydı. 3. Bir dənədir 3. A-da. Deyirəm ki, hə. Hə, bir dənədirsə B-yə əlavə et. Bu uyğun gəlir. Amma i-ni tanıması üçün burada, baxın, nə olmalıdır? Burada siz bunu tutub veribdir B append E. Bu zaten var da burada. Buna ehtiyac yoxdur verməyə burada. Burada başlıqda bunu verməli idi. Baxın, indi bir dənə eləyək. For i in a, yəni a-nın birbaşa içərisindən götürəcək 3, 5, 3'ü tutalım ki. Daha sonra şərt olmalıdır. Əgər a count i bərabərdirsə 1'ə, bu olmalıdır. Yəni bu zaten var da. Bunu niyə burada versin ki? Bu var burada. 2 dənə olmağa ehtiyac yoxdur axı. İndi baxın, gəlin görək. 3. i 3'ü götürdü. 3'ü say deyir. Saydı. Bir dənədir. Xeyr. Bir dənə olmadığı üçün mən append'ə düşə bilmirəm. 5 bir dənədir. Bəli, bir dənədir. Bu zaman deyir append B-yə əlavə et bunu. Aha, əlavə etdi. Yəni burada bu cür olmalıydı. Bura verilməməli idi. Bunun əvəzinə bu verilməli idi aşağıda. Yuxarıda isə bu for i in a olmalıdır. Bəlkə burada var elə bir şərt. For i in a bura uyğun gəlir. Count i say deyir. I deyir birdən böyükdürmü? Yox, burada şərt 1'ə bərabər olmalıdır. Birdən çoxdursa, məsələn 3'ə əlavə edəcək. Unikal olmayan, təkrar olunmayan. Unikal olmayan desəydi bu olardı. Amma təkrar olunan istəmir axı. Range 0'dan len a'ya qoyun buna baxaq. Bəlkə budur. For i in range 0'dan len a'ya. Bu da 3'dür. 0, 1, 2. Aha. Birinci olacaqdı. i'miz nə? 0. i 0, count i, yəni 0, 1'ə bərabər, count i, 0'ı say, xeyr, burada 0'ı sayacaq axı, yəni birbaşa saymayacaq bunun elementlərini. Aha, burada bax, bu D bəndi uyğun gəlir, ancaq başda for i in a olmalıdır. Range 100'dən 1000'ə qədər, deməli 3 rəqəmli ədədlər istəyir də. Baxın, sonda 999'da qutaracaq, 100'dən başlayacaq, 999'da bitəcək. A bərabərdir i-yə, yəni i'miz birinci qiyməti nədir? i'mizin birinci qiyməti 100'dür. Aha, S 0'dır. Deyir nə qədər ki A, yəni 100, 0'dan böyükdür. Onda K-nı bərabər elə A, yəni 100 böl 10'a, qalığımız 0 eləyir. A-nı 10'a böləndə 10 eləyir. S isə bərabərdir. S üstə gələk K. Dəqiqə, bu A-dır, bu K-dır. S-imiz neçədir? 0 üstə gələk K. Deməli, nə edir? Rəqəmlərini cəmləyir. Bax, burada rəqəmlərini cəmləyir. Deməli, burada bu cür davam eləyəcəkdir, cavab 1 alacaq. Çünki bax 10'dur. Sonra gətirəm 10 böyükdürmü 0'dan? Deyirəm, bəli. Bu zaman K-nı bərabər ilə 10'u 10'a böləndə yenə 0 eləyir. Və deməli, təzədən A-nı 10'a böləndə 1 eləyir. S-im eləyəcək 0 üstə gələk 0, 0. Sonra 1 böyükdürmü 0'dan? Bəli. K bərabərdir 1'i 10'a böləndə qalığım 1 eləyəcək. A-mız 1'i 10'a böləndə 0 edəcək. S-imiz S üstə gələk 1, o deyəcək 1. Yəni, bax, əvvəl də S 0 idi. 0 üstə gələk, 0 üstə gələk 1. Baxın, gözü rəqəmlərini cəmlədi. Deməli, hər bir dövrə girəndə hər dəfə, bax, bu birincidir. Daha sonra hələ dövr bitməyibdir. Sonra deyir, həmən bu i neçə idi? 100 idi. 100 deyir, S-ə böləndə, yəni, bax, bu 1'ə böləndə qalıq 0 eləyirmi? Deyirəm ki, bəli, eləyir. Onda print i. i-ni çap et.
İyimiz neçə idi? 100. Aha, birincidən 100 çap olundu. Bir dənə də birinə də baxaq. Biləcək təyinat nə istəyir. Şimdi ikinciyə baxaq. Yəni 100-dən sonra 101 gəlir. Ya bir dənə bir başqasını götürək. Məsələn, 998-i də götürə bilərik. Olsun 118. Yəni bunun içindən onsuz da hər biri təkrarlanacaqdır eyni bir etapla. Və bir dəfə 100-ü çap edəcək. Bir dəfə yəni hansı şərt ödənirsə onları çap edəcək. 118 olanda nə edəcəkdir? Yenə rəqəmlərini cəmləyəcəkdir. Deməli, 1 üstə gələk, 1 üstə gələk 8. Bu etap o işi görəcək. Və olacaq nə? 8 üstə 1, 9, 9 üstə 1, 10. Yenə 10 isə i neçədir? 108, 118-dir. 118 10-a bölünəndə qalığım 0 eləyirmi? Xeyr. Deməli, bu 3 rəqəmlərin içindən deməli, onluğa tamamlananları istəyir. Bütün 3 rəqəmli natural ədədlər içərisində neçə ədəd öz rəqəmlərinə bölünür? Deməli, 1, 1, 8 cəmi 10 eləyir. Rəqəmlərinin cəmi 10 eləyir. Və böləndə də tam ədəd eləməli, qalıqsız eləməlidir. Bütün 3 rəqəmli natural ədədlər içərisində hansı ədədlər öz rəqəmləri cəminə bölünür? Belə bir uzun bir, görürsünüz, bütün 3 rəqəmli ədədlərin içərisində hansı ədədin, bütün natural ədədlər içərisində hansı ədədlər öz rəqəmləri cəminə, yəni ona bölünürsə, onu istəyir. Görürsünüzmü? Onu deyir, çap et. Yəni, başqasını da etsəz görəsiniz ki, məsəl üçün deyək ki, 998. 9 üstünə 9 neçə eləyir? 18 üstünə 8, 26. İndi 26 aha, 998 26-ya bölünür. Qalıq 0 eləyirsə 998 çap edəcəkdir. Bu 2 dəfə, 3 dəfə 6, 18, bir yadda 6, bir də 70. 2, 1, 9-dan da 7, 2, 21. 218-in də içində 5 dəfə olsa, 5 dəfə 2, 10, yox. 6 dəfə, 3 dəqiqə, 8 dəfə 6, 48, 8 dəfə 2, 16, 4 də yadda, 20, 18 qalıb. Görürsünüz, bu da bölünməyəcəkdir. Deməli, bunu da çap etməyəcəkdir. D bəndi. Yəni, bu belə tip misallarda bir-bir rəqəmin hamısını qoymağa ehtiyac yoxdur. 100-dən 999-a qədər bir-bir rəqəmi qoymağa ehtiyac yoxdur. Çünki hamısı mahiyyəti onsuz da eynidir. Bu isə nə etdi? Daxil etdiyiniz rəqəmləri cəmlədi. Bu nə etdi? Həmən daxil etdiyiniz ədədi cəminə böldü. Yəni, məsələn, 500 daxil etmisənsə, 500 neçə eləyəcək cəmi? 5. 5-i İndi 500-ü 5-ə böləndə 0 eləyir, bəli, 0 eləyir. Deməli, 500-ü çap edəcək. Yəni, bax, bu fərqi yoxdur. İstənilən bir ədədi götürsəniz də təyinatını tapa bilərsiniz. Əsas odur ki, 3 rəqəmli ədəd olsun. İcra edilən ekranın neçə ulduz simvolu çıxaracaq. Baxaq, il 0-dır, yəni ulduzun sayını soruşur bizdən. 0 kiçikdirmi 7-dən? Bəli. Deməli, 0 7-dən kiçik olduğu üçün bir dənə ulduzum artıq çıxdı. İndi deyir, əgər 0 2-yə bölündə qalıq 0 eləyirsə, deməli, burada cüt ədədlərdə də 2 dənə ulduz çıxardacaqdır. Və 3-ə bölünən ədədlərdə də ulduz çıxardacaq. 0 3-ə bölündə 0 eləyir qalıq, bəli, 3 dənə də burada çıxardacaq. 0 3-dən böyükdürmü? Xeyr. Və təzədən yeni bir vahid artırır. Olur nə? 1. Deməli, 1 kiçikdir 7-dən. Bu, 0 kiçikdir 7 olan şərtdə çıxdı bu qədər. 1 kiçikdir 7-dən. Bəli, 1 kiçikdir 7-dən birbaşa ulduzu çıxardır. Tək ədəddə çıxışa vermir. Yenə 3-ə bölünməyəndə çıxışa vermir. 1 3-dən böyükdürmü? Xeyr. Ona görə bircə dənə ulduz çıxartdı. İyi oldu 2. 2 kiçikdir 7-dən, bəli, cüt ədəd olduğu üçün, deməli, cüt ədəd olduğu, yenə birbaşa ulduz birinci çıxır, cüt ədəd olduğu üçün 2 dənə ulduz birdə çıxışa verir. Daha sonra 3-ə bölünmədiyi üçün bunu çıxışa vermir, yəni 2 3-ə bölünmür və 2 3-dən böyük olmadığı üçün yenə bunu çıxışa vermir, sadəcə 3 dənə burada, cür sayarıq.
i bərabər də olur 3. 3 kiçikdir 7-dən, bəli, yenə birbaşa ulduz və 3 cüt deyil, 3 3-ə bölünür, ona görə 3 dənə ulduz burada çıxışa verəcək və 3 3-dən böyük deyil, ona görə i'miz olacaq 4. 4 kiçikdir 7-dən, bəli, cüt ədəd olduğu üçün, birinci bunu çıxışa verir, cüt ədəd olduğu üçün 2 dənə də ulduz buradan çıxacaq, 4 3-ə bölünmür, amma 3-dən böyük olduğu üçün artıq 4 dənə ulduz da buradan çıxacaq və i'miz olacaq 5. 5 kiçikdir 7-dən, bəli, bir dənə ulduz, 5 2-yə bölünmür, 3-ə də bölünmür. 3-dən böyük olduğu üçün 4 ulduz artıq bundan sonraki ədədlərdə hamısında çıxacaq. 6 kiçikdir 7-dən, bəli, bir dənə ulduz, 6 2-yə bölünür, 2 ulduz, 3-ə də bölünür, 3 ulduz və 3-dən də böyükdür, 4 ulduz. i'miz artıq 7 oldu burada, 7 də 7-dən kiçik deyil. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36 dənə ulduzumu çıxışa verəcəkdir. Proqram təyinatını istəyir. Input S boş bir dənə siyahıdır. Nə qədər ki, deyək ki, bir dənə ədəd daxil edirəm. Deyək ki, nə daxil edək? Deyək ki, bir dənə 25 daxil edək, görək nə olur. 25 böyükdürmü 0-dan? Bəli, 25-i 8-ə bölür. Bu 8-ə bölmədir. Qalığını istəyir. 25-i bilirik ki, 8-ə böləndə 3 dəfə 8, 24, qalıq 1. Yəni 31 alınacaq burada. Burada 1, burada 3. Daha sonra S-ə append sətir K. Yəni bunun ədədini bir dənə gətirdi. Bax, görürsünüzmü? Təzədən 3 böyükdürmü 0-dan? Bəli, 3-ü 8-ə bölündə 3 alacaq. Bu da 0 alacaqdır. Və 3-ü gətirib buna əlavə edəcəkdir. DK append sətir K. K'mız neçə oldu bizim? Birinci 1 idi. Sonra 3 oldu. Aha, 13'ü əlavə etdim. Daha sonra bitdi. Bitdiyi üçün, çünki 0 0-dan böyük deyil, çıxışa verəcək. Reverse. Reverse nəyidir? Tərsinə düzür. 13 idi, oldu 31. Və join onları birləşdirdi bir sətirdə. Vəssalam. Deməli, nə etdi? 25-i keçirtdi 8-lik say sisteminə. Deməli, verilmiş ədədi 8-lik say sisteminə, verilmiş ədədi 8-lik say sisteminə çevirir. Aha. 40-yə. Ekrana hansı dəyərlər çap olunacaq? Aha, bunu verir. Len A çıx 1, 1, 2, 3, 4, 5, 6. 6-dan 1 çıxanda 5. 0-dan 5-ə. Deməli, i'miz 0, 1, 2, 3, 4, 5 yox, 4 qiymətlərini alacaq. Bu qədər. Daha sonra deyir ki, A 0. Demək, A 0. Böyükdürmü A 0 çıx 1-dən, yəni A mənfi 1-dən. A mənfi 1-dən böyükdür. Birinci bu şərtə baxaq. Baxın, bura belə nömrələnir. 0, 1, 2, 3, 0, 1, 2, 3, 4, 5. Bir də necə nömrələnirdi bu cür? Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6. Demənə deyir ki, A0. A0 neçədir? 12. 12 böyükdürmü mənfi 1-dən, yəni 10-dan? Mən də baxıram ki, bəli, böyükdür. Bu şərt ödəndi. Bura true, yəni ödəndi. Keçirik ənd olduğu üçün bu şərtə baxmağa. A0 kiçikdirmi? A0 üstə gəl 1, yəni A1-dən. 0 üstə 1 gələndə 1 eləyir. Baxaq, A0-ım 12-dir. 12 kiçikdirmi 15-dən? Deyirəm ki, bəli, kiçikdir. Deməli, burada true.
2 dənə true and olanda nə verir bizə? True, yəni hə deyib bura keçə bilirəm və print A0. A0 neçədir? 12. 12-ni çap etdi. Bu belə. Burada 12-ni çap olundu. Keçdi i bərabərdir 1 olan halda. Deməli, burada nə istəyir bizdən? 1 olanda A1 böyükdürmü? Özündən 1-dən 1 çıxanda A0. İndi A1 neçədir? 15 böyükdürmü 12-dən? 15 böyükdürmü 12-dən? Birinci bax bunu istəyir. A1 böyükdürmü? A1-dən 1 çıxanda nə qalır? A0. A1 böyükdürmü A0-dan? Deyirəm, bəli. Bura true verdiyi üçün bu şərti də yoxlayacağım. Bu isə özündən sonrakı ilə müqayisə edəcəkdir. Deməli, birinci şərt özündən əvvəlkindən müqayisə edir. İkinci şərt özündən sonrakı ilə müqayisə edir. Deməli, A1-im neçədir? 15. 15 kiçikdirmi 14-dən? Deyirəm, xeyr, 15 14-dən kiçik deyil. Deməli, bura false qaytardı, bura true. Ona görə cavabım false olur və print A-yı çıxışa verə bilmir. I2 olanda, deməli, A2 böyükdürmü? 2 çıx 1-dən. Deməli, bax, bu bundan böyükdürmü? 14 15-dən böyükdürmü? Xeyr, 14 15-dən böyük deyil. Ona görə false qaytar, heç and işarəsi olduğu üçün ikinci şərtimi yoxlamağa ehtiyac yoxdur. I3 olanda 19 14-dən böyükdürmü? Deyirəm, bəli, baxın, 19 14-dən böyükdür. Özündən əvvəlki ilə müqayisə etdim də özündən sonraki ilə müqayisə edəcək. 19 21-dən kiçikdirmi? Burada kiçikdir istəyir, burada böyükdür istəyir. Mən də deyəcəm, bəli, hər ikisi də true olduğu üçün mənə true qaytaracaq və print A-i. A3 neçədir? 19. Deməli, 19-u da çap edəcək. Aha. Daha sonra, ben görüm, 12, 19'u, yoxsa A neçədəydik biz? A3'də. Aha. Daha sonra A4 qaldı. A4 neçədir? A4 21'dir. 21 19'dan böyükdürmü? Deyəcəm, bəli, bura true'nu qaytaracaqdır. Birinci 21 böyükdür 19'dan true qaytaracaq. İkinci şərtim isə 21 kiçikdirmi ondan? 21 ondan kiçik deyil, false qaytaracaq. Yəni, cavab ala bilməyəcək. Deməli, mənim çıxışa verən nə oldu? 12, 19 C bəndi. 41 C bəndi. List 1, 4, 6, 1, 3. Aha. New list. Bu bir siyahıdır, bu yeni siyahıdır. Bunun birbaşa siyahının içərisinə daxil olacaq. Yəni, i'miz olacaq 1, sonra i'miz olacaq 4, i'miz olacaq 6. Yəni, birbaşa siyahın elementlərini alacaq i. Deyir ki, elə daxil olan kimi, i1 olan kimi həmin bu boş siyahıya bu deyir i'ni əlavə et. Deməli, bu 1-i əlavə etdi. Aha. Daha sonra nə etdir? Tərsinə düz bu listi. Deməli, bayaqları 1, 4 belə gedirsə, indi 3, 1, 6, 4, 1 olacaq. Siyahım artıq belə oldu. Aha, keçdi, i bərabərdir 4 olanda birbaşa nə etdi? Yox, i bərabərdir 4 olmayacaqdır. Listin, aha, bunu qoy bir dənə silim. Hər dəfə dəyişirək tərkibi. Artıq i'miz nə oldu? İkinci, bura birinci idi, getdi. İndi i'miz nə olacaq? 1 olacaq yenə. i bərabərdir 1 olanda yenə artıq çünki listimizin siyahısı dəyişdi. Birinci addımım getdi, ikinci addımı icra edirəm bunu. i bərabərdir 1 olanda yenə birbaşa i'ni 1-i əlavə edəcəkdir və yenidən bunu tərsinə düzəcək. 1, 4, 6, 1, 3. İndi i'miz bərabər olacaq 6-ya. Yenə 6-nı əlavə edəcəkdir. Yenidən tərsinə düzəcək 3, 1, 6, 4, 1. İndi i'miz bərabər olacaq 4-ə, 4-ə əlavə edəcəkdir. Yenidən bunu tərsinə düzəcəkdir. Və i'miz ən son 3 olacaqdır. Və 3-ü əlavə edəcək. Deməli, 1, 1, 6, 4, 3 deməlidir. Bildinizdən niyə? Çünki bir dəfə birinci bunu götürmüşdü. 1-i
əlavə etmişdi. Sonra dəyişdi, axı tərsinə düzdür. Tərsinə düzdüyü üçün mən də birinci səfər i ilə artıq daxil olmuşam. Nə olsun ki, 3-ü götürməmişəm. Fərqi yoxdur. O əsas oldu ki, dövrünün sayını buradan alır. 1, 2, 3, 4, 5 dəfə dövrə girəcək. Ha, bu birinci, bu ikinci, bu üçüncü, bu dördüncü, bu beşinci dövr. Yəni tərkibi fərqli ola bilər. Əsas oldu ki, o mənim bilirik ki, dövrümü təyin eləyir. İkisini də götürək, bir səfər ikisini də izah eləyək. Deməli, proqramın nəticəsi bunu verir. Len A1, 2, 3, 4, 5, 6, 7. K-mız 7-yə bərabərdir. 0-dan 7-yə 0, 1, 2, 3, 4, 5, 6 qiymətlərini alacaq. Və hər dəfə S nə edəcəkdir? A 0-ı cəmləyəcək. Birinci A 0-ı 1, 2, 3, 4, 5, 6. Birinci A 0-ı cəmləyəcək olacaq nə? 17. Daha sonra nə olacaq? İmiz 1 olanda A1-i cəmləyəcək. A1 neçə olacaq? 14. Yəni, bax, gedişat bizə göstərir ki, nə edir? Elementlərini cəmləyir. Yəni, bax, bunlar bir-bir hamısını cəmləyəcəkdir. Gəlin cəmliyə, yəni bir də hamısını ehtiyac yoxdur yerinə qoyub tapmağa. Deməli, bu 14, bu 16, eləcə 20, 30. Bura 30 elədi. Bu 40, 50, 3 ilə 7, 60. Deməli, bu getdi, bu getdi, bu getdi. 60, 70, 80, 90, 100, 110, 120, bu da 6, 6, 132 debəndi. 43 debəndi. Keçən 44-də Python yazım proqramı nəticəsi yenə birbaşa müraciət edir. Birinci i'miz olacaq 12, sonra 19. Bax, bu cür davam edəcəkdir. Birinci i'miz 12-dir. Deyir, əgər həmən bu 12-ni 2-yə böləndə birdən fərqlidirsə, deməli, birdən fərqlidir. O deməkdir ki, sıfırdırsa da, yəni 2-yə böləndə birdən fərqli, o demək ki, sıfırdır. Deməli, cüt ədədləri istəyir. Cüt ədədləri nə edir? Cüt ədədləri cəmləyir. i'miz 12-dir. Aha, 12-ni cəmləyəcək. İkinci səfər i'miz nə olacaqdır? 19. 19-u 2-yə böləndə birdən fərqlidir. Deyirəm ki, yox, 1 eləyir axı, fərqli deyil. Onda cəmləyə bilmir. Cəmləyə bilmir. Deməli, cüt ədədləri cəmləyəcək. i'miz olacaq 14. 14-ü 2-yə böləndə birdən fərqlidir, bəli, 0 alır. Deməli, burada gətirib cəmləyəcəkdir. Deməli, cüt ədədləri cəmləyir. 12, üstə gələk 14, üstə gələk, başqa cüt ədədim var, bir də 14 var. O da eləyəcək 28, 30, bu da 40. Ha, bəli. Yəni, bir-bir yerinə qoyub tapa bilərsiniz. Sadəcə olaraq məntiqini tutandan sonra, qanun uyğunluğunu biləndən sonra bir-bir ehtiyac yoxdur. Vaxta qənaət eləmək lazımdır. Deməli, yenə bura ədəd daxil edək. Daha sonra len A deyək ki, demək 45. Hansısa bir ədədi daxil edə bilərik. Bilirik ki, daxil etdiyimizi nə kimi qəbul edəcəkdir? Sətr kimi qəbul edəcəkdir. Daxil edək, 5 daxil edəkmi? Aha. Len A uzunluq 2-dir. 0-dan 2-yə, 0-dan 2-yə 0, 1-i götürəcək, o deməkdir. A0, A0 bərabərdirmi A-ya? Bura ədəd yox, biz hərf versək, daha düzgün tapa bilərik də. Deməli, deyək ki, bura salam verdik. Salam. Len A 1, 2, 3, 4, 5 dənədir. 0-dan 5-ə o deməkdir ki, 0, 1, 2, 3, 4 qiymətlərini alacaq. İndi A0. A0, i'miz birinci 0-dır. A0 nədir? S-dır. S bərabərdirmi A-ya? Deyirəm, xeyr. Cəmləyə bilmir. Deməli, baxın, A-ları cəmləyəcək. A-nın sayını. İndi baxın, A1. i1 olanda A1. A1 nədir? A-dır. Gördünüz, A-dır. 3, 4. A bərabərdirmi A-ya? Bəli, onda S-in üzərinə 1 gəl. Gördünüz, bir dənə A-mızı tapdı deyə 1 yazdı. Burada cəmləyə bilməyəcək, çünki A2-miz L-dır. L da A-ya bərabər deyil. A3-ümüz, yəni i bərabər 3 olanda
A3-ümüz nədir? A-dır. A A-ya bərabərdirmi? Bəli. Deməli, S əvvəl 1 idi, üzərinə 1 gələcək, olacaq 2. Deməli, M-da da yenə A-ya bərabər olmadığı üçün cəmləyə bilməyəcək. Daxil edilmiş mətndə A simvollarının sayını çap edir. Bəli, A simvolu 2 nə idi? İkisini də çap etdi. Ola bilər. 5A. Təyinatdır, çoxsun. Demək, yenə burada görək, yenə bizdə burada A istəyirsə, yenə salamla davam edək. 1, 2, 3, 4, 5, yenə 0-dan 5 hamısını yoxlayacaq. A, yenə A, 0, S bərabərdir A-ya, xeyr. Aha, bu səfər, baxın, indeks nömrəsini çap edəcəkdir. Bayaq cəmləyirdi, sayını tapırdı. Amma indi indeks nömrəsini çap edəcək. Bax, bunu çap edə bilmədi. I bərabərdir 0 olanda. İndi I bərabərdir 1. Bilirik ki, i'miz 0, 1, 2, 3, 4 qiymətlərini alır. I bərabərdir 1 olanda, yəni A birim, yəni A bərabərdirmi A-ya? Deyirəm, bəli, bərabərdir. Bu zaman deyir, print I. I neçədir? 1. 1-i çap et. Baxın, 1-i çap etdi. I bərabərdir 2 olanda L-dır. L A-ya bərabər deyil, ona görə çap etmir. I bərabərdir 3 olanda 3-də nədir? 0, 1, 2, 3, 4. A-dır. A bərabərdir A olduğu üçün yenə print I, yəni 3-ü çap edəcək. Gördünüz, 1-i çap etdi, 3-ü çap etdi. I 4 olanda yenə M A-ya bərabər olmadığı üçün çap etmir. Nəyi çap etdi? 1-lə 3-ü, yəni A-nın indeks nömrələrini çap etdi. Bunları sayı indeks nömrələrini çap edir. Aha, D bəndi. Yine təyinat nə istəyir? Baxaq. Birbaşa müraciət eləyir içərisinə. Daha sonra burada i-ni cəmləyir sətrə. Aha. Deyək ki, 1, 2, 3 verək də belə. Yəni, bura ədəd də verə bilərik, hərf də verə bilərik. Birbaşa daxil olur. Deməli, i bərabərdir 1 olanda i üzərinə, yəni bu 1-in üzərinə s-i gəlir. Sətrə saldı mı? Bu bir sətr oldu, yəni boş sətr gəldi, elə sətr qaldı. İ'miz bərabər 2 olanda yenə nə edir? İ'nin üzərinə, yəni 2-nin üzərinə bu 1-i gəlir. Amma sətr olduğu üçün nə olacaqdı? 2, 1 olacaq. Deməli, bax, geri tərsinə düzür. 3 olanda yenə bu 3-ün üzərinə 2, 1-i gəlir. Bu da eləyəcək 3, 2, 1. Deməli, 1, 2, 3 daxil etdik. 3, 2, 1 çıxışa verir. Deməli, daxil edilmiş mətni tərsinə çap edir. Ola bilər. Daxil edilmiş ədədin rəqəmlərini, hərflərini al. Mətn deyir, ona görə ki, sətir kimi qəbul edir. Demək, nə oldu? Bu 7. Yenə burada birbaşa çap daxil olur. Aha, burada isə, baxın, deyək ki, bayaqki olsun lab, yenə. Deməli, birinci 1-i götürəcək, düzdürmü? 1-i götürəndə s-in 1 olacaq. Bu 1-ə görə yox, ha, bu 1-ə görə. Daha sonra i-miz olacaq 2. 2 olanda yenə birbaşa, yəni 2-ni qəbul eləsə də burada sadəcə s-in sayını artırır. Deməli, rəqəmlərini sayır da, yəni daha doğrusu simvolun sayını istəyir məndən. S-im olacaq 2 üstə gələk 1, 3. Yəni, i-ni heç harda istifadə eləmir. Sadəcə dövrə girmək üçün istifadə edir. Vəssalam. Dövrə girir, saydı. Neçə dəfə dövrə girəcəksə, o qədər bir vahid artacaq. Deməli, simvolları sayır. Daxil edilmiş mətnin simvollarını sayır. Bəli. 48A. Nə uzun təyinatlı bu belə. Baxaq. Int input, deməli ədəd daxil edəcək ki, bunu ədədə çevirsin. B də ədəddir. Minimum A və B. Deməli, hər ikisinin içərisindəki K bərabərdir. Minimum A, B. Aha. Daha sonra M bir dənə siyahıdır. Verib, boş siyahı. Bir dənə baxaq görək. For range 2-dən K-ya A, B. Deyək ki, bura bir dənə 25 daxil etmişəm.
Burada bir dənə daxil etmişəm 30. Aha, bu ikisindən minimum K bərabərdir minimum AB. Deməli, bunların içərisindən minimum olan hansıdır? Minimum olan 25'tir deyək ki. Sonra for in range bura böyük rəqəm verməyək, çünki 2-dən K-ya qədər dövr eləyəcəkdir. Yəni kiçik rəqəm verəkmi bura? Baxım, sonra nə edir? Bölür i-yə, 2-yə, 3-ə, aha. Verə bilərdik. Elə qoy olsun 25-30 görək nə istəyir bizdən. 2-dən deməli minimum. Demək 2-dən 25-ə olsun. Deməli A neçədir? 25'dir. 25'i 2'ye böləndə 0 eləyir. Xeyr. Ona görə buna daxil olmuram. Daha sonra 25'i 3'e böləndə 0 eləyir. Xeyr. 25'i 5'e böləndə ancaq 0 eləyəcək də. Deməli 25'i 5'e böləndə 0 eləyəcək. Yəni i bərabərdir 5 olanda. Qalan halda olmayacaq. Və B, yəni 30'u həmən bu 5'e böləndə də 0 eləyirmi? Bəli, 30'u 5'e böləndə də 0 eləyir. Deməli, hər iki şərt ödəndiyi üçün append i, bu 5'i daxil edəcək m-ə. Aha. Deməli, burada hər ikisinin də bölənlərini istəyir. Hər ikisinin də böləni. Deməli, nə olacaqdır? 25'in 25'ə qədər A-nın və B-nin bölənləri hansıdır? 30-dan 25'in. Ancaq 5'dir. 15 də deyil, heç biri deyil. 5'dir. Daha sonra nə edir? Len M. M-in uzunluğu bir dənədir. Bircə dənə var. Sıfıra bərabərdir. Deyirəm ki, xeyr. Yəni, bir dənədir da. Sıfıra bərabər deyil. Yəni, heç olmamağı yoxdur. Bir dənəsi olubdur. Onda no-nu. 2 natural qarşılıqlı sadə olub olmadığını. Aha, bəli, bax budur. 2 natural ədədin qarşılıqlı sadə olub olmadığını yoxlayır. Baxın, mən bura əgər qarşılıqlı sadə olub olmadığını, yəni burada heç nə olmasaydı, heç bir bölən olub tapmasaydı, y-si çıxardardı. Misal üçün, deyək ki, 7 ilə 8 daxil edək. 7, 8. Aha, indi burada bir dənə də 2-dən K-ya, deyək ki, 2-dən 7-yə ədədləri yoxlayacaqdır. Deməli, A neçədir? 7. 7-ni 2-yə bölmək olur? Yox. 7-ni 7 heç birinə bölünməyəcəkdir. Bir dənə elə ədəd verək ki, 3-lə nə olsun? 3-lə yəni heç birinə bölünməyəcəkdir da 7. 7 heç nəyə bölünməyəcək. Bir dənə 14 verək, bir dənə də 15 verək. Heç olmasa bölünəni olsun 15. Aha. 14 ilə 15 verək. 15. Deməli 14 bölünəcəkdir də burada. Nəyə? 2-yə. 2-yə bölünəcək, amma 15 bölünməyəcək. Sonra 14 bölünəcəkdir 7-yə, amma 15 bölünməyəcək. Sonra 14 bölünəcəkdir nəyə? Heç nəyə. Görürsünüz, heç nəyə bölünmədiyi üçün heç nə əlavə edə bilmir. Yəni, bunun içi boş qalır. İçi boş qaldığı üçün y-si çıxardacaqdır. Deməli, 2 natural ədədin qarşılıqlı sadə olub olmadığını yoxlayır bu ifadə. Burada nə istəyir? In A və yenidən deməli, bir dənə tutaq ki, 2, 1, 3 daxil etdim. Birbaşa müraciət edir 2-yə və 2-ni çap edir. Birbaşa 1-i çap edəcək, birbaşa 3-ü çap edəcək. Daha mətnin hərflərini sayıb rəqəmlərin mətnin tərsinə simvolların alt-alta çap edəcəkdir. Baxın, budur. Simvollarını alt-alta çap edəcək. Print i olanda belə alt-alta çap edir. Əgər bu da end olsaydı printin içərisində, onda yan-yana çap edərdi. Əlli bir.
Boş siyahıdır. Deməli, 0-dan 11-ə, deməli, i'miz olacaq 0, sonra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10-a qədər davam edəcək və hər dəfə dövrə girəndə bunu 0-ı 2 vahid artıracaq olacaqdır. Nə? Deməli, A-ya əlavə edəcək bir dəfə 2-ni. Sonra i'miz 1 olanda 2 vahid artıracaq olacaq 3. Sonra i'miz 3 olanda, deməli, i'miz 2 olanda 2-ni 2 vahid artıracaq olacaq 4. Baxın, 2, 3, 4 bu cür davam edəcəkdir. i'miz 3 olanda 2 vahid artıracaq olacaq 5. Deməli, 0-dan 10-a qədər 10 dənə ədədlə daxil olacaq. Yəni 10 dəfə dövrə daxil olacaq və 2 0 ilə başlamaq yerinə 2-dən başlayacaqdır. Deməli, 10-da bitmək əvəzinə 12-də. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, 1, 2, bir dəfə dövr, 2 dəfə, 3 dəfə, 4 dəfə, 5 dəfə, 6 dəfə, 7 dəfə, 8 dəfə, 9 dəfə, 10 dəfə dövrə girəcək və 12-də bitəcəkdir. Yəni, bu 3 olanda 5 aldı, 4 olanda 6 alacaq, 5 olanda 7 alacaq, 6 olanda 8, 7 olanda 9, 8 olanda 10, 9 olanda 12 alacaqdır. Bir dənə də olmalıydı deyən. 0-dan 10-a qədər. Burada 11-də axı. Bir dənə də 14 alacaq. Bir dəqiqə. Bir dənə də 14 alacaqdır. Çünki mən onu götürmədim axı ona görə. Daha sonra deyir, əgər deyir 1-dən 5-ə, yəni i'miz indi artıq bir dəfə 1 olacaq, bir dəfə 2, bir dəfə 3, bir dəfə 4. Deməli, 1, 2, 3, 4 dəfə dövrə girəcək. Birinci deyir A, 10, çıx 1, yəni i. A10-dan 1 çıxanda nə eləyir? A9. A9 deyir, bərabər elə A1 çıx 1-ə. A1-im neçədir? 2-dir. 2-dən 1 çıxanda nə eləyir? 1. Deməli, A9-u 1-ə bərabər elə deyir. Baxaq, bir dənə nömrələyək bunu. Yuxarısını bir dənə silək, nömrələyək. Deməli, burası 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, A9-u bərabər elə 1-ə. Deməli, bura artıq olacaqdır 1. Yəni, bunu belə silək. Yəqin ki, bizə lazım olacaqdır. Bura oldu 1. Daha sonra A1-i bərabər elə A9 çıx 1. A9 çıx 1. İndi baxın, A9-um artıq neçədir? 1-dir. Burada bərabər elədi axı A9-u 1-ə. Artıq burada bərabər eləyib A9-u 1-ə. Artıq A9-um 12 deyil. Yeni qiyməti 1-dir. İndi 1-dən 1 çıxanda nə olacaq? 0. Deməli, A1-im nə olacaqdır? 0. Bax, burada olacaq 0. Artıq bu qiymətini unutdu. Bu da bu qiymətini unutdu. Bu birinci dövrüm. İndi ikinciyə baxaq. A2, yəni A8, yəni 10 çıxaq 2, A8 eləyəcək. A8-i bərabər elə A2 çıxaq 1. A2 neçədir? 4-dür. 4-dən 1 çıxanda 3 olacaq. Deməli, A8-in artıq yeni qiyməti 3-dür. İndi deyir ki, A2-ni isə bərabər elə A8 çıx 1, yəni 3 çıx 1. 3 çıx 1 olanda nə eləyəcək? 2. Deməli, A2-min yeni qiyməti nə oldu? 2. İndi bərabər 3 olan hala baxaq. Buradan davam edəcəm. I bərabər 3 olan halda A7, yəni 10 çıxaq 3, A7 bərabərdir A3 çıx 1. A3-üm neçədir? 5-dir. 5-dən 1 çıxanda 4. Deməli, A7-ni bərabər eləyəcək 4-ə. Burada isə A3-ü deyir, bərabər elə A7 çıxaq 1-ə. Yəni 4 çıxaq 1, o da 3 eləyir. Deməli, A3-ümün yeni qiyməti nə oldu? 3. İndi i'miz bərabərdir 4 olanda sonuncu etapdır. A6-nı deyir, bərabər elə A4 çıxaq 1. A4-üm neçədir? 6. 6-dan 1 çıxanda 5. A6-nın yeni qiyməti nə oldu? 5. Burada isə A4-ü bərabər elə A6 çıxaq 1, yəni 5 çıxaq 1, o da 4. Deməli, A4-ümün də yeni qiyməti 4 oldu. Yeni siyahımıza baxaq. 2, 0, nəyi burada səhv etdik görəsən? 2, 0, print A.
2, 3, 4, 7, 5, 4, 3. Bir dakika görün burada ne? Səfər 2. De baxım 0-dan 11-ə. Bəlkə bunu səhv etdik. 0-dan 10-a bu olacaqdır. 0 olanda 0-ın üzərinə 2 gələndə 2, 1 olanda 3, 2 olanda 4, 3 olanda 5, 4 olanda 6, 7. Bunlar düzdür. 8, 9, 10. 8 olanda 10, 9 olanda 10 üzərinə 2, 12. Yox, 9-un üzərinə 2. Burada 9-dan sonra 12 yazmışam. Axı, bura 11 olmalıdır. 11 olmalıdır. Bura isə 13 olacaqdır. 11, 9-un üzərinə 2, 11. 10-un üzərinə 2, 12. Burada da 12. Aha. Burada ondan sonra 11, 12. Bir dəqiqə buna baxın. Burada səhv gedibdir. A9-um neçədir? A9-um 11. A9-u bərabər elə. Deyir, A9-u bərabər elə. A1, A1, yəni 3, çıxaq 1, 2-yə. 2-yə. Niyə 1 yazmışam ki mən? 2-dir. A9-u bərabər elə 2-yə. Aha. Bir dənə bu səhv olacaqdır. Yəqin ki, böyük ehtimal. A2-ni isə, A1-i isə bərabər elə, A1-i isə bərabər elə. A9 2 çıxaq 1, o da 1-ə. 1-ə. Burada səhv gedib. Deməli, olacaqdır nə? 2, yox, bura 2-dir. 2, 2, 1, 2, 3, 4, 7, 5, 4, 3, 2, 2, aha, bir də 12. Burada 12 qalıb. Bax, budur. Burada birincidə, burada birincidə səhv getmişik ona görə. Daha doğrusu mən səhv getmişəm. Aha, burada 10-dan birbaşa 12-yə qaldırmışam ona görə. Kiçik 52-yə. For in range 0-dan len A 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli 0-dan 9-a 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 qiymətlərini alacaq. Əgər deyir A0, A0 B-nin içində varmı? Yəni in B, B-də varmı deyir. Baxaq, A0-ım neçədir? Bax, burada A0, 1, 2, 3, 4, 5, 6, 7, 8. A0 neçədir? 1-dir. 1 B-də var? Var. Var olduğu üçün nədir? Şərt ödənir və A0-ı bərabər elədir. A0 vur 2-yə. Yəni 1 vur 2 olacaq 2. Aha. Artıq A0-ın yeni qiyməti 2-dir. Daha sonra indi i-miz bərabərdir 1 olanda A1, yəni 2 B-nin içərisində var, deyirəm var. Onda B-nin içərisində olan ədədləri, baxın görün 2-yə vurur. Bura olacaq 4. Daha sonra 3 olanda 3 bunun içərisində var, var. 3 olacaq 3 dəfə 2, 6. 4 bunun içərisində var, var. 4 dəfə 2, 8. 5 var, yoxdur. Görürsünüz 5 yerində qalır. 2 B-nin içərisində var, var. Ona görə bu olacaq 4. 3 də var, olacaq 6. 2 də var, 3 də var. Bir dənə 5 dəyişmədi. Deməli, 2, 4, 6, 8, 2, 4, 6, 8, 5, 4, 6, 4, 6 D bəndi. Yenə burada deməli uzunluğunu istəyir. Əgər deyir, aha, burada isə baxın, deyir əgər bax eyni bir şeydir, sadəcə burada nə istəyir? A1, A0, yəni məsəl üçün bu 1, B-nin içində yoxdursa deyir. Birinci deyir varmı? Deyirəm hə. Deyir onu inkar elə. Yəni şərt ödənməyən halda mən bura düşməliyəm. Deməli, şərt ödənməyən bircə dənə hansındaydı? 5-də idi. Onda bir dənə 5-i 2-yə vuracaqdı, 10 eləyəcək. Qalan hamısı yerində
qalacaqdır. 1, 2, 3, 4, 10, 2, 3, 2, 3. Görürsünüz, çünki burada not onu inkar elədi. Bayaq ödənən halda düşürdü. İndi ödənməyən halda düşəcəkdir. Çünki not onu inkar edəcək. Tam ədədlərdən ibarət A siyahısı verilir. Tam ədədlərdən ibarət bir dənə A siyahısı verilibdir. Aha. Deyək ki, nə bilim, 2 olsun, 5 olsun, 0 olsun, 3 olsun, belə bir ədəd verilsin. İ deyir, bunun içərisindən götürəcək də, i bir dəfə 2 olacaq, bir dəfə 5, bir dəfə 0, bir dəfə 3. Bir dənə də mənfi daxil edək, mənfi 3 olsun. Çünki şərt var burada. 2 böyükdür 0-dan. Deyirəm, bəli, bu zaman 2-ni çap et. Baxın, 2-ni çap etdi. Aha, deməli 5 böyükdür 0-dan, bəli, 5-i çap etdi. 0 böyükdür 0-dan, xeyr. Deməli, müsbət olmayanlarda gəlin görək nə istəyir? İndeksini istəyir. Baxın, bax, i-nin indeksini istəyir. 0, 1, 0, 1, 2. Deməli, burada 2-ni çap edəcək, indeksi çap edəcək, 0-ı yox. Mənfi 3 böyükdür 0-dan, xeyr. Demək, mənfi 3 nədir? İndeksi 3-dür. Deməli, mənfi 3-ün də indeksini istədi. Çünki müsbət olanların özünü çap etdi. Müsbət olmayanların indeksini çap etdi. Gəlin, baxaq görək. Dəyişən deməli, hansı bənd qoy görək uyğun gəlir? Birdə nədir? Dəyişəni A siyahısının elementlərinə birbaşa müraciət edir. Bəli, birbaşa müraciət etdi. Görürsünüz, 2-ni birbaşa götürdü, 5-i götürdü. Deməli, bir uyğun gəlir. A siyahının indeks nömrələrine müraciət edir. Xeyr, indeks nömrəsinə müraciət etmədi. A siyahının müsbət elementlərin indeks nömrəsini çap edir. Xeyr, müsbət yox, müsbət olmayanı çap etdi. Müsbət elementlərin özünü çap etdi. Bəli, düzdür. Mənfi elementlərin indeks nömrəsi. Mənfi yox, müsbət olmayan olmalıdır. Müsbət olmayan elementlərin. Əgər mənfi desəydi, 0-ın götürməzdi axı, 0-ın da indeksini çap etdi axı. Bax, ona diqqətli olmaq lazımdır. Bir dənə A siyahısı yenə burada. İndi isə deyir ki, A1. A1 böyükdürmü 0-dan? Deyirəm ki, bayaqkını götürürük. Deyək ki, burada eynisidir. Sadəcə olaraq burada i-yə müraciət eləyirdi. Burada isə a-i. 2 dəqiqə, o yüzden bizi fırlamayaq. Burada bir dənə A siyahısı yaradaq. 1, 2, mənfi 2, bir dənə də 0 verək. Deməli, 1, 2, 3, 4. Uzunluq 4'dür. 0-dan 4'ə. 0, 1, 2, 3, 4'ü də götürməyəcək. 1, 2, 3, 4. Aha. 0, 1, 2, 3. İndi A0. A0 nədir? 1'dir. 1 böyükdür 0-dan. Deyəcəm ki, bəli, böyükdür. Onda 1'i çap et. Yox, i-ni çap et. Görürsünüz, indeksini çap etdi. Deməli, baxın, bayaqları birbaşa elementə müraciət edirdi. Amma indi görürsünüz, indeks nömrəsinə müraciət edir. Deməli, və indeks nömrəsinə müraciət edir. Bayaq müsbət olan elementlərin özünü çap edirdi. İndi isə indeks nömrəsini çap edir. Bayaqkından tam fərqli olaraq bayaqkının əksidir. Deməli, i dəyişən A siyahısının elementlərinə birbaşa müraciət edir. Xeyr. İndeks nömrələrinə müraciət edir. Müsbət elementlərin indeks nömrəsini çap edir. Baxın, bayaqkının tərsidir. Müsbət elementlərini çap edir. Xeyr. Müsbət olmayanları çap edəcək. Görürsünüz, A burada 0, 1, 2, 2'yə gələndə müsbət olmadığı üçün A-i, yəni A2'nin özünü çap edəcək. Nəyi? Mənfi 2'ni. Mənfi elementlərini çap edir. Xeyr. A siyahısının müsbət olmayan elementlərin indeks nömrəsini çap edir. Xeyr. Burada deməli sadəcə 2, 3 uyğun gəldi. Yəni o variant yoxdur ki, müsbət olmayanın özünü çap edir. Bəlkə var, gözümüzdən qaçdı. Müsbət olmayan elementlərin indeks. Müsbət olmayan element yoxdur. Burada başqa, bəli, 2, 3'dür A bəndi. Deməli, 17, 14, 16 budur. Len A1, 2, 3, 4, 5, 6, 7. Deməli, 0-dan 7'yə. Bu demək ki, i'miz 0-dan 6'ya qədər qiymətləri ardıcıl olaraq alacaq. Əgər deyir A0, A0'ım, bax, buradakı A0 budur da 17'dir.
A sıfırın böyükdür sıfırdan. Deməli, yenə müsbət elementi istəyir. Müsbət elementləri nəyidir? Cəmləyir. Görürsünüz, 17-ni götürəcək. 14 müsbətdir, onu götürəcək. 14 böyükdürmü sıfırdan? Bəli. Gətirəcək, onu cəmləyəcək. 16 böyükdürmü? Bəli. Gətirəcək, onu cəmləyəcək. Amma 11 olanda, baxın, 0, 1, 2, 3. 3 olanda gətirəcək -11. -11 böyükdür sıfırdan. Xeyr deyib cəmləyə bilməyəcək. Deməli, ancaq müsbətləri cəmləyəcəkdir. Gəlin cəmləyək. Bu 17 ilə 13 mənə verəcək 30-u. Bu da mənə 30 verəcək. 60, 85. Belki bütün yoxdur variant. Deməli, yenə bayaqkını veribdi, eynisini, deməli, 0-dan 7-yə, 0-dan 6-ya kimi qiymət alacaqdı. İndi isə baxın, nə deyir? A 0, yəni 17. 2-yə böləndə 0 eləyirsə cəmlə deyir. Deməli, cüt ədədləri cəmləyəcək burada da. Baxın, 17 2-yə böləndə 0 eləyir, xeyr. İ bərabərdir 0 olanda ödəmədi. İ bərabərdir 1. Birim nədir? 14-dür. 14 2-yə bölünür. Bəli, indi deyir 14-ü S-lə cəmlə, yəni 0. S olacaq 14. 14. Bax, S olacaq 14. İ bərabərdir 2 olanda 2 nədir? 16-dır. 16 2-yə böləndə 0 eləyir. Bəli. İndi deyir S-in üzərinə, yəni 14-ün üzərinə 16-nı gəl. Bu S-nin qiyməti. İ bərabərdir 3 olanda -11. -11 2-yə bölünürmü? Xeyr, ona görə cəmlənmir. İ bərabərdir 4 olanda 25. 25 2-yə bölünürmü? Xeyr, cəmlənmir. İ bərabərdir 5, yəni 13. Baxın, 0, 1, 2, 3, 4, 5. 13 2-yə bölünür? Xeyr, cəmlənmir. İ bərabərdir 6 olanda -36 2-yə bölünürmü? Bəli. Bu zaman cəmləyəcək. Yəni, deməli, cəmləməm bu olacaqdır. Amma -36. Bu eləyəcək 30. 30-un da üzərinə -36 deməkdir ki, çıxırsan da. Bu da eləyir -6. Deməli, Y bəndi. Yenə eyni verib, sadəcə olaraq deyir ki, indi A 0, yəni 17 kiçikdirmi 0-dan? Deməli, mənfi elementi istəyir. Bax, eyni, amma mənfi elementin nəyini çap edəcəkdir? İndeksini çap edəcəkdir. Çap edəndən sonra break nə edir? Break dövrü yarıda kəsir. Baxaq, 17 kiçikdir 0-dan. Xeyr, deməli, i bərabərdir 0 olanda şərt ödəmir. I bərabərdir 1 olanda 14. 14 kiçikdir 0-dan. Xeyr, deməli, ödəmir. I bərabərdir 2 olanda 0, 1, 2, 3, 4, 5, 6. 16 böyükdür, kiçikdir 0-dan. Xeyr, ödəmir. I bərabərdir 3 olanda, baxın, -11 kiçikdir 0-dan. Deyirəm, bəli. Bəli dediyim üçün birbaşa i-ni, yəni 3-ü çap edəcəm və break mənə deyəcək ki, çıx dövrdən. Çıxıram və bircə dənə 3-ü çap etmiş olacam. Continue olsaydı, amma nə edərdi? Geri davam edərdi. Demək ki, 1, 2, 3, 4, 5. For in range len A 1, 2, 3, 4, 5. 1-dən 5-ə. Deməli, A 1. Birinci bilirik ki, 1, 2, 3, 4. Qiymətlərini bax belə alacaq i. i 1 olanda A1-i bərabər elə deyir. 1 çıx 1, yəni A0. A0 üstə gələk A1-ə. A0 üstə gələk A1-ə. Gəlin baxaq. Burası 0, 1, 2, 3, 4. A0'ım neçədir? 1-dir. 1-in üzərinə 2 gəl. Bu da eləyəcəkdir 3. Deməli, A1'im oldu 3. Baxın, A1'in yeni qiyməti 3 oldu. Gəlin bunun siyahını buradan yazaq. 1, 2, 3, 4, 5. 0, 1, 2, 3, 4. İndi baxın, A1'imin yeni qiyməti nə oldu? 3 oldu. Deməli, A1'in qiyməti 3 oldu. Keçdik, i bərabərdir 2-yə.
2 olanda A2 nədir? Bərabər elə. A1, deməli, bir əvvəlkindən özünün cəminə. A2-yə. Bir əvvəlki nədir? A1. Burada da qiymət dəyişdi axı artıq. 3-ün üzərinə 3 gələcək. Eləcək 6. Deməli, A2-nin yeni qiyməti 6-dır. I bərabər 3 olanda A3-ü bərabər eləyəcək bir əvvəlkindən, yəni A2 ilə 6 ilə özünün cəminə. 6 üstə gələk 4, 10. Deməli, A3-üm olacaq 10. I bərabərdir 4 olanda bir əvvəlkindən, yəni 10-la 5-i toplayacaq, olacaq 15. Deməli, bunun qiyməti olacaq 15. Yeni siyahım nə oldu? 1, 3, 6, 10, 15. 1, 3, 6, 10, 15 deməli. Deməli, yenə bunu veribdir. Len A1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Düzümü saydıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9-dan 1 çıxanda 8. 0-dan 8-ə. Deməli, 0, 1, 2, 3, 4, 5, 6, 7. İ'mizin qiymətləri olacaq. Əgər deyir A0, i birinci 0'dır. A0 bərabərdir, yox, kiçikdir. Kiçikdirsə A0 üstə gələk 1, yəni bir əvvəlki, bir sonraki. Deməli, özündən deyir, yəni bir özündən sonra gələn özündən deyir kiçikdirsə, deməli, A1-dən. Baxaq, A0 1 kiçikdir 2-dən. Deyirəm, bəli. Bu zaman A0-ın yeni qiyməti olsun. A0, yəni 1 üstə gələk A0 üstə gələk 1, A1. Baxın, bu ikisini cəmlədi. Elədi 3. Deməli, A0-ın yeni qiyməti olacaq 3. Aha, indi keçirik I bərabərdir 1-ə. Yenə şərtim A1 kiçikdirmi A2-dən? Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8. Demək, A1 kiçikdirmi? Özündən sonrakına baxıram. 2 kiçikdirmi 3-dən? Deyirəm, bəli. Onda bu 2-ni bərabər elə. Bu ikisinin cəminə. Bu da eləyəcək 5. Baxın, A2, yox, A1. A1, bir dəqiqə, qarışmasın. A1 bərabər elə şərt ödəndiyi üçün A1 üstə gələk A2. Bu da A1-im neçədir? 2 üstə gələk 3. Bu da 5. Deməli, artıq biz məntiqini tutduqmu? Nə istəyir bizdən? Deməli, bununla bunu müqayisə edirik. Yəni, özü ilə özündən sonrakini müqayisə edirik. Əgər şərt ödənirsə, cəmləyirik. 3 4-dən kiçikdirmi? Bəli. Kiçik olduğu üçün A2-ni bərabər ilə bu ikisinin cəminə. 4 5-dən kiçikdirmi? Bəli. Kiçik olduğu üçün A3-ü bərabər ilə bu ikisinin cəminə. Yəni, 9-a. 5 kiçikdir 2-dən. Xeyr, ona görə bunu bərabər eləmirəm. 2 kiçikdir 3-dən. Bəli, 2-nin üstünə 3, 5. 3 kiçikdir 2-dən. Xeyr, ona görə bu olduğu kimi qalır. 2 3-dən kiçikdir. Bəli, onda bunun cəmi olacaqdır. 2-nin üstünə 3, 5. Və bu da heç bir özündən sonrakına müqayisə oluna bilmir. Bitir. Zaten dövrdə bitir. Deməli, o yeni siyahım nə olacaq? Birinci nə olmuşdu? 3. Bura 3 idi. 3, 5, 7, 7 midir? Aha, 9, amma bu 5 yerində qalır. 5, 3 yerində qalır. 2 və bu 3 də yerində qalır. Deməli, 3, 5, 7, 9, 5, 5, 3, yox, 2 yox, bura 5'dir. Aha, baxın, burada 5'dir. Səhv görmüşəm. 5, 3 A bəndi. 60'da A bəndi. Aha, bugünlük bu qədər. Ümid edirəm ki, faydalı olar izahlarınız.